Pambıq kimi. Baxın içinə də. Super. Bunun dadına baxaq. Hamıya salamlar dostlar. Deməli bu günləri uşaqlığımızın ürək bulkularını edəcəyik. Axıra qədər izləyib, baxın, uşaqlıq xatirələrinə gedəcək bu günləri. Deməli bunun üçün mən 2 post edirəm. Bunun üçün bizə 10 lazımdır. Bunu tökürük. Dört dənə yumurta. Drož. Vanil. Pesok 1 stakan. Yağ. Bir çimşik. 300 gram su. 300 gram su. Hə, 300 gram suyu tökdük, ilıq su. 300 gram da ilıq süt tökürük. 300 gram olsun. Unumuz da 1 kilo 400 idi. 1 kilo 400 unumuz idi. Mən bunu 2 porsiya edirəm. Siz artıra da bilərsiniz, azalda da bilərsiniz. Sütümüzü də tökdük və bunları yavaş-yavaş başlayırıq qarışdırmağa. Deməli dostlar, bu xəmir bu hala gəldi, çatır. Bu hala. Sonra bunu qoyuruq dinlənməyə. Özünə gəlsin xəmir. Xəmirimiz gəlib. Baxa bilərsiniz. İndi bunu yavaş-yavaş kesib kündələrə ayırırıq. Kesib bunu indi yavaş-yavaş kündələrə ayıracaq. Hissə eləyirik ki, xəmirimiz çoxdur, ona görə bunları hissə biz eləyəcəyik. Deməli, başlayırıq yavaş-yavaş kündə vurmağa. Hə, dostlar, deməli, kündələrimizi tutmuşuq, indi başlayırıq bunu yaymağa.
Yenidən bunu yağlayırıq. Bunu da. Ürək şəklində bunu açırıq bax bu formada. Əziz tamaşaçılar, deməli bu bulkularımızı hazırlamış hamısını. İndi başlayırıq bunları pişirməyə. Göndəririk sobaya. Baxın, super bir şey çıxacaq. Uşaqlığımızın xatirəsi. Deməli, əziz dostlar, bulkularımız hazırdır. Artıq gəlin. Bir yerdə çıxardaq. Baxın. Çox super alınıb var. Görürsünüz. İndi gedirik bunların dadına baxmağa. Getdik. Əziz dostlar, deməli bulkularımız hazırdır. Baxın. Pambıq kimi. Baxın içinə də. Super. Bunun dadına baxaq. Əla. Çox gözəl çıxıb, pambıq kimi. Siz də bunları bu reseptlə eləyin, çox super alınacaq sizdə də. Baxın. Siz də bunlara beləsin eləyin. Kanalımıza abunə olun. Axıra qədər videolarımızı izləyin. Sağ olun.